hoş geldiniz. Bu videomuzda Barcelona ile 2024-25 Barcelona'nın Rubik yani Barcelona simülə edəcəyik. Və Barcelona'nın başında biz varıq. Bu bölümümüzdə Barça'da lazımsız oyuncular göndərib, lazımlı bir-iki transfer edib İspanya kuboklarını, La Liga'nı, Çempionlar Liqasını və Klublar Dünya Kubokunu qazanmağa çalışacağıq. Vaxt izləmədən keçək videomuza. İlk öncə gəldi falan Yamala 120 milyon dolar satmırıq. Burada ilk öncə gedəsi oyuncular var. Ansu Fati'yi yollayırıq. Onun yenə daha yaxşı bir hücumçu və ya sol qənd ala bilərik. Edin Garcia'nı da elə göndəririk. Fermin də klubdan göndərdik. Bu transferlər, yəni göndərilən transferlər bizə lazım idi. Mark Casadonu da göndərək. 1.3 milyon avrodan 60 milyon euromuz var artıq. Bu 60 milyon avroya nələr edəcəyik? İndi isə başlayaq. Sol bek xəttində Balde göndəriləcək və Igno Martinez yerinə yeni bir stoper təyin ediləcək. Igno Martinez'i göndərək artıq. 14 milyon avro Igno Martinez göndərdi Nitsiya və dərhal bir sol bek transfer edək. Nuno Mendes 84 yaşında 22 yaşında 42 milyon 42 milyon avroya sol beyimizə transfer edildi Nuno Mendes. Burada möhtəşəm bir performans sağlayacaq. Cristiano Araujo Hunde sağ beki Balde'nin yerinə yeni bir oyuncu transfer edək. 19 milyon avroya Yan Couto transferini dərhal 9 milyon avroya Yan Couto'ya transfer etdik. Bəli. Yan Couto transfer edildikdən sonra güclü bir kadroda qurduq. Yan Couto'na Berman'ın yerinə alaq və simülasyonumuz başlayır. İlk 10 hazırlıq oyunlarını deyə tez-tez keçək. Barça bu oyunda rahat qələbələr qazanacaq. Bavariyanın hazırlıq oyununda Barcelona Bavariyanı oynayır və Lewandowski'nin qollarından 1-1 bərabərliyi saxlayacaq və oyunda belə qutarır. Real Madrid Avropa Süper Kubokuna ələ keçirir. İndi isə başlayaq. Yarım finalda Mallorca'nı məğlub etməyə çalışacaq. Pedri 5-li hesab açdı. Leva, Rafinha 3-0 qalib gəldi. Burada da penaltilərdə 8-7 Real Madrid Atletico Club'ı məğlub edir. İndi isə Real Madrid Süper Kubok finalına çıxır. Vini hesab açdı. Leva bərabərliyi tapdı. Rafinha'nın qolundan Real Madrid 2-1 məğlub etdi Süper Kubokda və Süper Kuboku ələ keçirdi. İndi isə liqa başladı artıq. İlk rəqibimiz Getafe komandasıdır. Deplasmanda qabaqlaşdıq. 2-0 dəqiq hesabla məğlub etdik. Belə liqaya uğurlu addımlarla başlamış olduq. Hədəfimizdən biri də Çempionlar Liqasıdır. Davam edək. 3-0 Osasuna deplasmandayıq. Daniel Olmo'nda hesabatı Leva 36'da Frenkie de Jong 2 qırmızı kart gördük bu oyunda. Gedən oyuncularımıza baxaq. Qırmızı kart Balde. Qırmızı kart, Daniel Olmo qırmızı kart. Heç yaxşı olmadı bu. Yan Couto ilk oyununa çıxır bu oyun. Barcelona Atletico Madrid oyununda 2 oyuncusu, 2 əsas sabit oyuncusu olmadığına görə 3-0 ağır bir məğlubiyyət aldıq. Heç olmaz Sociedad'ın qabağına çıxır. Sociedad'ın qabağında Lewandowski'nin qolları bəs eləmir. O 4-cü sırada yerləşir. Dərhal Daniel Olmo geri qayıtdı. Olmo qayıtdı və Betis qabağına çıxır. Lewandowski 16'da hesab açdı və yeniden qırmızı kart gördü. Bu qırmızı kartda bu sezon desəm bizim başımızı buraxmayacaq. Celta Vigo deplasmanda Pedri, Lamine Yamal, Pau Victor və Ferran Torres'in 4-1 möhtəşəm qələbə qazanır. Yamal artıq 82 reytinglə oynayır. Rafinha onun yerinə girdi. Barcelona Daniel Olmo'nun 2 qolunla dominasyon Sevilla'nı məğlub edir və liderlikdən 5 xal uzaq olan Barcelona hələ də ümidlərini itirməyib. La Liga'dayıq artıq. Girona komandası qabağında Lewandowski'nin 2 qolu, hətta hat-trick elədi Lewandowski bu oyunda və 8 qolla 3-cülükdədir. Antonio Griezmann 11 qolla, Vini də 11 qolla ilk birliyi və ikinciliyi paylaşırlar. Alaves qarşısına çıxırıq. Frenkie de Jong attı. Son dəqiqə vuramadığımıza görə də 23 xanın liderlikdən 3 xal yerə düşür. Bəli, Çempionlar Liqası başladı. İki rəqibimiz Midlight'a qarşı 2-1 möhtəşəm bir qələbə aldıq. Lewandowski dubl elədi bu oyunda. Espanyolun qarşısına çıxır. Lewandowski 5-də, 29'da 2 qol attı və Pedri də boş keçmədi bu oyunda. Dubl elədi Pedri də. Nuno Mendes kırmızı kart aldı. Nuno Mendes yerine orada Balde, sağda da Couto oynayacak.
Mallorcanın qarşısına çıxıb deplasmandayıq Mallorcanın. Dani Olmo 38 və Kristansen ilə Hector Ford attığı qollarla üçüncülüyü buraxmırıq. Şampiyonlar Ligi Sparta Prag Pedri 8, Lewandowski 38-də və 55-də də Pedri atdı. 3-0 möhtəşəm bir qələbə qazandıq. Çempionlar Liqasında hələ də 2-2 gedirik. Ulusal Kupada 5-ci turlu Almeria komandasını 1-0 Frenkie de Jong'un 41-ci dəqiqədə atdığı qolla qalib gəldik və Leganés'in Leganés komandasının qarşısına çıxırıq. Lewandowski yenə dubl elədi. Pedri də onun kimi 12 qolu var Lewandowski'nin. Asistlərdə də Pedri 13 asistdən liderlikdədir. Leipzig'in qabağına çıxırıq. Leipzig'in Lewandowski dubl elədi yenə. Lewandowski dubl eləyir. Çempionlar Liqası 5 qolun ikincidir. Asistlərdə də 3 qolla Pedri ikincidir. Madridin qabağına çıxırıq. Madrid Santiago Bernabéu'da Pedri'nin tək qolla möhtəşəm bir qələbə qazandıq və ikinciliyi otururuq. Atletico Madridlə aramızda yalnız bir xal fərqi var. Madridi bu ikinci dəfə məğlub elədik. Davam edirik. Barcelona Lewandowski 37-də vurdu, 71-də və 96-da 4 qol vurdu Lewandowski və qol krallığını əlinə aldı. Rafinha sakatlandı. Onun yerinə oynayacaq oyunçu Frenkie de Jong və digər oyuncular. Frenkie de Jong ofansif orta sahada Rafinha'nın yerində oynayacaq. Dani Olmo sol ofansif orta sahada oynayacaq. Benfica'nın qarşısına çıxır. Bu vaxtında comeback atdığımız Benfica'nı bu oyunda 4-3 yenə məğlub edirik. Lewandowski qol krallığını oynayır 4-3. 3-cü sıradayıq. Las Palmas deplasmanına çıxırıq. Las Palmas oyununda nə olacaq? Və 1-1 qurtardı. Çox pis. Juventus'un qarşısına çıxır. Juventus Nikola Gonzalez Balde və yenidən geri dönüş elə biləcəyim və 3-1 möhtəşəm bir geri dönüşlə oynadıq. 3-1 bu oyunda alıb 15-də 15 olaraq, yəni 5-də 5 oyun və 15 xal toplayaraq ikinci Real'ın aramızda averaj fərqi var. Barcelona Real Vallecano oyununda yenidən bərabərlik çox pis oldu. Madrid yenidən bizim önümüzə keçdi. Aradakı xal fərqi də 5. Rafinha'nın yoxluğu hiss olunur. Rafinha'nın yoxluğu çox möhkəm bir şəkildə hiss olunur. Rafinha'nın yoxluğu. Lewandowski 17-də hesabı açır və Levan ilə tək qonuda qalib gəldik. Rafinha sakatlıqdan döndü. Və Rafinha bu oyun qolu vura verir. Dani Olmo, Gavi, Lewandowski və Gavi 2 dənə dubl atıb möhtəşəm bir qələbə qazandırdı. Davam edirik liqa uğrunda hələ də itirməmişik. Ulusal Kupa son 16 Elche komandasını möhtəşəm şəkildə Elcheni 3-0 darmadağın edib yarım finala çıxırıq. Atletico Bilbao'nun qarşısına çıxdıq. Pedri və Lewandowski'nin, hətta Ferran Torres, Gavi, Pau Torre'nin qollarından möhtəşəm qələbə qazandırıq. Paris Saint-Germain ilə oynayacaq. Barcelona Paris Saint-Germain öz evində qalib gəlir və yenidən Robert Lewandowski dubl eləyir bu oyunda. 11 qol atdı Çempionlar Liqasında 7 oyuna və liderik. Çempionlar Liqasında liderik. Gavi sakatlandı. Buradan Gavi'nin sakatlığı Pau Victor stopera keçdi. Bunu düzəldir, bəli düzəldi. Rafinha, əsas Rafinha'dır bizim üçün. Yamal da artıq gəncləşsə, yəni 82 reytinglə bu oyunda oynayamır. Burada da möhtəşəm qələbələr qazana gedirik. Villarreal'ın qarşısına çıxdıq. Lewandowski və Rafinha'nın qollarla möhtəşəm bir qələbə qazandıq. Bəncə aramızda 2 xal fərq var Villarreal'la. Barcelona Lewandowski, Robert Lewandowski 21 qolla rahat oynayırıq, bəli. Inter Milanın qarşısına çıxdıq. Liga aşamasında Dumfries hesabı atdı və Inter biz 1-0 məğlub etsə Çempionlar Liqasında 3-cü çıxıb birbaşa son 16-ya getməyə haqq qazandıq. Asistlərdə Pedri 8 asistdən rahat. Atletico Madridlə ilk oyunda Rafinha zədələndiyi üçün məğlub olmuşduq və bu oyunda 4 dənə qol var Lewandowski. Atletico'ya əsas böyüyün, əsas güclü olan kim olduğunu göstərir. Real Madridin arasında yalnız 2 xal fərq qaldı. Sociedad'ın bərabərə qaldığımız oyundan sonra Lewandowski. Bu oyunda da Rafinha yox idi. Rafinha'nın həqiqətən də kluba təsiri böyük. 4-0-da bu oyunu aldıq. Betis'in qabağına çıxdıq. Lewandowski, Rafinha. 2-1-də bu rəqibi məğlub elədik möhtəşəm bir şəkildə. Madridlə çeyrək finaldayıq. Pedri 15 yaşlı hesabı 36 Pedri dubl elədi və burada da darmadağın etdik Real'ı. Real'ı bütün oyunda məğlub etmişik. Davam edirik. Lewandowski yenə hat-trick artırsa 4 qol vurdu Poke elədi. Yenədən 2 xal fərq var. Hələ bu 2 xal bizim belimizdədir. Sevilla'ya qarşı oynayırıq. Lewandowski
Lewandowski bu dubl elədi və 35 gol atdı La Ligada. Juventusla Çempionlar Liqası son 6-sına qabaq-qabağa gəldik. Juventusu görək bu turda eləyə biləcəkmi? 5-1 möhtəşəm bir qələbə qazandıq. Bu möhtəşəm qələbə oldu. Artıq turu keçdik demək çox rahatdır və Lewandowski'nin qollarını Girona'nı da məğlub edirik və deplasmanda Juventus deplasmana çıxır Allianz Stadiuma. Pedri 1 gol və oyun 1-1 qurtardı və turu ümumi hesabda 6-2 keçdik. Digər oyun kimləndə? O Espanyol'la Alaves'lə oynayacağıq. Bundan sonra da Espanyol komandasıyla oynayacağıq. Görək bizim çeyrək finaldakı rəqibimiz kim olacaq. Lewandowski yenə dubl elədi. 40 gol sayına çatdı La Ligada. Davam edirik. Espanyolun qarşısına çıxdıq. Lewandowski gol vura biləcək. Robert Lewandowski gol kralıdır. Dani Olmo sakatlandı. Əsas olaraq Çempionlar Liqası oynanana qədər inşallah sağlar. Gavi. Mallorca-la bərabərə qalıb və xal fərq 4 oldu. Çox pisdir bu. Həqiqətən çox pis oldu. Çünki elə bil hər dəfə çempionluğa çatanda işimiz getmir. Madridlə Çempionlar Liqasına qabaqlaşdıq. Madridə qarşı nə edə biləcəyik? 1-1 qurtardı elimizdə oyun. Deplasmanda inşallah möhtəşəm bir qələbə qazana bilərik. Bəli, artıq Dani Olmo da qayıtdı və Barsa Real qırmızı kart aldı. Barsa üçün möhtəşəm bir fürsətdir və Pau Victor'un 2 qolundan möhtəşəm qələbə. Yalnız bir xal fərq qaldı son 5 oyun. İnşallah Çempionlar Liqasında 1-1 revanşında evimiz Real'ın deplasmanıdır bu oyunu və davam edirik. Bəli. Hələ tamam ki, Çempionlar Liqasında yenə Madridlə oynayırıq. Görək nə olur. Və Madridə Çempionlar Liqasında 2-0 məğlub oluruq. Çempionlar Liqasına bilərik ki, ələnlik olsun. Bura qədər çox yaxşı gəldik. Davam edirik. Liqanda görək axırımız nə olacaq. Valencia deplasmandayıq və Robert Lewandowski tək qolla komandasına qalibiyyət gətirir. Son bir oyun. Görək nə olur. Yəni o bir xal aradan götürülməlidir. Hələ də bir xal arada gəlib gəlir. Barcelona'nın acilə bir bərabərlik alması bütün işləri rədd ola bilər. Yəni Barsa çempionluqdan belə ola bilər. Madrid də qələbə gəlir. Son 2 oyun qaldı. Real Valladolidlə oynayırıq. Real Valladolid darmadağın etdik 4-0. Madrid nə vardı? Madrid Mallorca udub son oyun. Bu oyun Real uduzmalı və yaxud bərabərə qalmalı. Biz də 100% qalib gəlməliyik. Athletic Club deplasmandayıq. Frenkie de Jong'un 2 qolla qalib gəlsək də Madrid Liqanı şudur və La Liqanı Real Madrid qazanır. Ulusal Kubok finalındayıq. Real Sociedad'ın qarşısındayıq və Ferran Torres'in və 4-1 ağır bir qələbə qazandıq. Çox böyük bir qələbə qazandıq burada və Ulusal Kuboklara keçirik. Bu Çempionlar Liqasını və La Liqanı qazana bilməsək də möhtəşəm bir sezon keçirdik. Real Madrid deməli həm Çempionlar Liqasını, həm də ki Klublar Dünya Kubokunu qazandı. Bir sonraki videoda görüşərik. Bundan başqa Rubik videosu istəyirsinizsə yorumlara yaza bilərsiniz. Kanalımıza abunə olub like atmağı da yadınızdan çıxartmayın. Bundan sonra Bayern Münih Rebus videosu da gələcək. Sağ olun, salamat qalın.